birincisi adlanır savadlılıq kompetensiyası. Savadlılıq. Baxın, bunların tərkib hissələrini çox veriblər orada, yazıda falan. Amma mənası çox sadə bir şeydir, yəni. Misal üçün, savadlılıq nədir? Savadlılıq odur ki, bir insanın oxuyub anlama bacarıqları ilk növbədə. Oxuyub anlama, dinləyib anlama bacarıqları, oxuduqlarından bir nəticə çıxarmağı bacarması, öyrəndiklərindən nəticə çıxarmağı bacarması, interpretasiya etməsi, yəni bir öyrəndiyi bir məlumatı, eşitdiyi bir məlumatı öz sözləri ilə danışmağı bacarması, insanlara izah etməsi, bu savadlılıq bacarığına daxildir. Həmçinin də təfəkkürə sahib olması, məntiqi təfəkkürü, tənqidi yanaşması, bunlar hamısı savadlılıqdır. Eyni zamanda burada dillə bağlı, baxın, savadlılıq kompetensiyasına sahib olan insanlarda zəngin lüğət ehtiyatı olur, zəngin lüğət ehtiyatına sahib olur. Eyni zamanda dilin funksional qrammatikasına sahib olur, yəni qrammatikanı yaxşı bilir, lüğət ehtiyatı zəngin olur. Dediyim kimi, oxuyub anlama, dinləyib anlama, danışma, sonra interpretasiya etmə, öz sözləri ilə izah etmə, bunlar hamısı savadlılığa daxildir. Savadlılıq kompetensiyası budur. Bəli. Gəlin, keçin, əyləşin. Sonra ikinci kompetensiyamız adlanır çox dil bilmək kompetensiyası. Çox dil bilmək nədir? Adından məlumdur. Yəni, burada xüsusi nəsə əzbərləyib öyrənməyəcəksiniz. Çox dil bilmək deyəndə elə şagirdin bir neçə dil haqqında məlumatlı olmasından gedir söhbət. Yəni, həm öz dilimizi, həm də başqa dillərlə bağlı müəyyən məlumatlara sahib olmasıdır. Bir neçə dildə danışmağı bacarması, onlar haqqında məlumatlı olması. Eyni zamanda, əgər mən hansısa əcnəbi bir dili öyrənirəmsə, neynəməliyəm? Həm də o dilin xalqlarına, onların mədəniyyətlərinə hörmətlə yanaşmalıyam. Yəni, mədəni müxtəlifliyə hörmət də var burada. Çox dil bilmək kompetensiyasında. Bunun, baxın, mədəni məlumatlıqla oxşar tərəfidir. Birazdan orada da deyəcəm onu, oxşar tərəfini vurğulayacam. Savadlılıq kompetensiyası ilə çox dil bilmək kompetensiyasının oxşar tərəfi var. Bayaq dediyim o, zəngin lüğət ehtiyatı, bir də dilin funksional qrammatikasına sahib olmaq. Bu iki yanaşma ikisində oxşardır, yəni oxşar tərəf kimi götürə bilərik. 21-ci əsr bacaqları kompetensiyası, yenilənib, yəni əvvəlki fərqli idi, yenilənib bunlar. Əvvəllər fərqli şəkildə idi, bəli. Çox dil bilməklə savadlılığın oxşar tərəfi budur. Başa düşdünüz? Bir, dilin funksional qrammatikasına sahib olmaq, bir də dedik, zəngin lüğət ehtiyatına sahib olmaq. Üçüncü kompetensiyamız adlanır riyazi, elmi və mühəndislik kompetensiyası. Baxın, adından məlum, riyazi kompetensiya, yəni şagirdin riyazi biliklərə sahib olması və, baxın, sadəcə riyazi biliyə sahib olmaq kompetensiya sayılmır, yəni. Bunu qarışdırmayın. Riyazi biliklərə sahib olması və o biliklərdən istifadə etməyi bacarması. Həyatda, işdə, ailəsində, harada olur olsun, yəni evində və s. O riyazi bacarıqlarını göstərməsi. Bu riyazi kompetensiya hesab olunur. Yəni, biraz əvvəl də dedim, kompetensiya anlayışı geniş anlayışdır. Bura bilik, bacarıq, dəyər, keyfiyyət hamısı ümumi şəkildə aiddir. Və sadəcə mən riyaziyyatı yaxşı bilirəm, riyazi kompetensiyalı insan hesab olunuramı? Yox, təbii ki. Riyaziyyatı o qədər yaxşı bilən insanlar var ki, düzdür? Amma o bacarıq, misal üçün, həyatda tətbiq eləyə bilmir, ondan nəsə əldə eləyə bilmir, bir iş görə bilmir onunla. Bu artıq kompetensiya hesab olunmur. Yəni, riyazi bilik və riyazi kompetensiya fərqlidir. Kompetensiyanın daxilindədir riyazi biliklər. Elmi kompetensiya, mühəndislik kompetensiyası da yenə adından məlum. Baxın, elmi kompetensiya artıq bir şeyi araşdırmaq, elmi tədqiqatlar aparmaq, təhlil etmək. Bunlar elmi kompetensiya adlanır. Bir də var mədəni məlumatlılıq. Mədəni məlumatlılıq da ki, o səriştələrdə olan, şagirdlərdə formalaşdırılan səriştələrdə nə var idi? Mədəni müxtəlifliyə hörmət səriştəsi var, düzdür? Yəni, onunla eynilik təşkil edir, elə də fərqli bir şey yoxdur. Mədəni məlumatlılıq, müxtəlif xalqların, ölkələrin, dinini, irqini, cinsini və s. mədəniyyətlərini bilmək, eyni zamanda öz ölkəmizin də mədəniyyətini bilmək də daxildir bura. Mədəni məlumatlılıq. Həm başqa ölkələrlə bağlıdır, dünya ilə bağlıdır, həm də özümüzlə bağlıdır ki, özümüzü də tanıyırıq burada. Bir də özünü ifadə etmə, yəni öz işini təqdim etmə,
özünü insanlara tanıtmağı bacarması, bunlar hamısı mədəni məlumatlıq və özünü ifadəyə daxildir. Burada deməli bu ikisinin oxşar tərəfi. Baxın, çox dil bilməklə mədəni məlumatlığın oxşar tərəfi nə oldu? Müxtəlif xalqların mədəniyyətlərinə hörmətlə yanaşmaq. Bu da onların oxşar tərəfi kimi götürülə bilər. Düzdür, burada istənilən bir xalqdan gedir söhbət, başqa xalqlardan. Yəni daha doğrusu burada dilini bildiyimiz xalqlardan gedir daha çox söhbət. Amma burada ümumilikdən danışır. Yəni ümumiyyətlə mədəni məlumatlılıq, ümumiyyətlə hər kəsə qarşı hörmətlə yanaşmaqdan gedir söhbət. 5-ci kompetensiyamız adlanır şəxsi, sosial və öyrənmək kompetensiyası. Bu da səriştələrdə öyrəndiyimiz həmin o şəxs sosial səriştə. Odur yəni. Biraz əlavəsi var yəni. Şəxsi sosial öyrənmək nədir? Mən birincisi öz şəxsi məsuliyyətlərimi və sosial məsuliyyətlərimi dərk etməliyəm. Məsələn, orada dediyimiz kimi davranış mədəniyyəti göstərməsi şagirdin, insanlarla düzgün münasibət qurması, cəmiyyət içərisində özünü aparmağı bacarması, bunlar hamısı şəxsi sosial öyrənmək kompetensiyasına daxildir. Və yaxud da ki, sosial layihələrdə, yığıncaqlarda iştirak eləməsi, könüllülük fəaliyyəti göstərməsi. Bir də öyrənməyi öyrənməsi, yəni metakognitiv bilikləri. Düzdür? Nədir metakognitiv bilik desəz? Bir insan özü haqqında biliyə malik olmasıdır. Sizin hələ keçməmişik, keçəcəyik. Özü haqqında biliklərə sahib olmasıdır. Metakognitiv bacarıq, metakognitiv bilik deyilir buna. Belə, öyrənməkdə də yəni öz fəaliyyətini təhlil etməsi, öyrənmə yollarını bilməsi, necə öyrənmək lazımdır. Misal üçün, mən bilirəm ki, mən uca səslə oxuyanda dərs daha yaxşı yadımda qalır. Bu, mənim öz öyrənmə xüsusiyyətimdir, metakognitiv bacarığımdır. Və yaxud da mən bilirəm ki, hərəkət eləməsəm, o zaman mənim üçün dərs o qədər də maraqlı olmur. Yadda saxlaya bilmirəm, qavraya bilmirəm. Və yaxud da mən gərək ki, mütləq neyəm, dərsin video izahını dinləyəm, bu zaman anlaya bilmirəm. Və ya çoxlu testlər işləyəm. Hər kəsin bir öyrənmə xüsusiyyəti var da, hamı eyni deyil. Öyrənmə, Gardnerin çoxnövlü intellekt nəzəriyyəsində olduğu kimi, yəni hər kəsin bir öyrənmə xüsusiyyəti var. Elə insan var ki, Gardner dediyi kimi, musiqi dinləyərək daha yaxşı öyrənməyi bacarır. Eləsi var ki, hərəkət edərək, eləsi də var ki, tək başına oxumağı daha üstün tutur. Özü bilməlidir, özünü tanımalıdır. Yəni, özünü tanımalıdır ki, mən necə öyrənəndə daha yaxşı mənimsəyirəm, daha yaxşı qavrayıram. Metakognitiv bilikləri keçəndə bunu daha geniş keçəcəyik sizinlə. Sonra gəlir 6-cı vətəndaşlıq kompetensiyası. Bu da elə, bəli, vətəndaşlıq kompetensiyası. Bu da fəal vətəndaş mövqeyi səriştəsidir. Hansı ki, elə səriştələrdə də keçmişik. Vətəndaşlıq kompetensiyası. Öz yaşadığı ölkəni, mədəniyyətini, xüsusiyyətlərini bilməsidir. Bunlar hamısı vətəndaşlıq kompetensiyasına aiddir. Məsələn, mən yaşadığım ölkənin mədəniyyətini bilirəm, onun mədəniyyətinə hörmətlə yanaşıram və yaxud da ki, öz ölkəmi başqa yerdə tanıdıram. Bunlar hamısı mənim fəal vətəndaş olmağımdır. Gündəlik xəbərlərlə tanış oluram, ölkədə baş verən hadisələrlə, yəni öz vətəndaşlığımı göstərirəm. Xaricdən və ya başqa bir şəhərdən, kənddən gəlir bizim rayonumuza insanlar. Mən ona tanıdıram öz kəndimizi, şəhərimizi, rayonumuzu və s. Memarlıq nümunələrini tanıdıram, yaş obyektlərini göstərirəm. Bunlar hamısı vətəndaşlıq kompetensiyasıdır. 7-ci sahibkarlıqdır. Sahibkarlıq dedikdə nə nəzərdə tutulur? Baxın, insanların, yəni şagirdlərin özünü idarə etməsi, problemləri həll etməsi, qarşısına çıxan çətinliklərin öhdəsindən gəlməsi, maliyyə savadlığı da ola bilər, məsələn, puldan, büdcədən qənaət eləmək, sahibkarlıq ideyaları irəli sürməsi. Yəni, sahibkarlıq deyəndə, elə o sahibkar insanlardan gedir də, yəni söhbət, kiçik yaşından uşaqlarda nə etmək lazımdır? Formalaşdırmaq lazımdır bu bacarıqları. Başqalarını motivasiya etməyi bacarır bu insanlar. Onları ələ almağı bacarır. Eyni zamanda təşkilatçılıq qabiliyyətləri yüksək olur. Bəli. Yəni, sahibkarlıq kompetensiyasına sahibdirsə, bunları bacarır. Baxın, burada belə bir məqam var. Əgər başqalarını həvəsləndirir, onları motivasiya edir, cəlb eləyirsə, bu sahibkarlıq kompetensiyasıdır. Yox, əgər özünü
motivasiya eləyir, özünü gücləndirir, öz işlərinin daha yaxşı olması üçün bir ruh yüksəkliyi yaradır. Deyək, nəsə bir işdə məyus olur, özünü orada həvəsləndirir. Bu, özünü təbii ki, öyrənməkdir. Bura aiddir, şəxsi sosiala aiddir, özü ilə bağlıdır çünki. Amma başqalarını həvəsləndirmək, başqalarını işə cəlb eləmək bu sahibkarlıq kompetensiyası olacaq artıq. Bir də rəqəmsal savadlıq kompetensiyası var. Rəqəmsaldakı bildiyimiz elə o həmin rəqəmsal savadlıq səriştəsi ilə eyni bir şeydir. Burada da nədən danışır? Texnologiyaları tanıması, yəni IKT. Nə idi IKT? İnformasiya, kommunikasiya texnologiyaları, bəli. Bunları bilməsi, texnologiyaları tanıması və onlardan nə etməsi? Bəli, düzgün istifadə etməsi, məqsədyönlü istifadə etməsi. Bu rəqəmsal savadlılıqdır. Həmçinin də bura daxildir onlardan avadanlıqlardan səliqəli, düzgün istifadə etməyi bacarması. Yəni qırıb dağıtmır da, nəyisə misal üçün deyək, açıb istifadə edirsə, hər hansı bir texnoloji avadanlığı şagirdin bilirsiniz də belə bir haqqı var ki, texniki bazadan, infrastrukturdan istifadə eləsin. Nədənsə istifadə edirsə, onu səliqəli şəkildə, normal şəkildə, yəni insan kimi istifadə edib sonra yerinə qoyması. Bu da bir rəqəmsal savadlılıqdır. Belə 8 dənə əsas kompetensiya mövcuddur. Bunları öyrənəcəksiniz və testlərini işləyəcəksiniz. İndi gəlin sizə bunun bir neçə testini göstərim. Görün ki, əslində yəni asan bir mövzudur. Nə var? Hə. Yəni, bəli, ikisi bir yerdədir. Onun belə xüsusi açıqlaması yoxdur. Var kitabda xüsusi açıqlamaları, sadəcə eyni şeylərdir də. Yəni, onlarla beyninizi çox da yormayın. Ümumi mənasını bilirsinizsə, bəs eləyir təbii ki. Bu təfəkkürdür. Sizlə situasiya işləmişik buradan. İşləməmişik. Situasiya 1-i işləməmişik, ya. İşləməyimiz lazımdır. Misal üçün, gəlin, baxaq 1-ə. Baxın, yenə deyirəm, bu testlər oxuyub anlama testləridir. Oxuyursunuz, məntiqlə. Düzdürsə düzdür, səhvdirsə səhvdir. İndi 1-i oxuyun. Yaxşı. Görün, bir doğrudur. Birinci şeyin cahında yox idiniz, ona görə. İkincidən gəldiniz. Bir doğrudur mu? Bəli, deyil, savadlıq kompetensiyası dedikdə, şagirdlərdən şifahi və yazılı şəkildə təqdim olmuş informasiyanı anlamaqla yanaşı, həm də interpretasiya etmək də tələb olunur. Bayaq dedim, nədir interpretasiya? Bəli, həm də öz sözü ilə danışmaq, insanlara başa salmaq, izah etmək. Bunlar savadlılıqdır. Bir doğrudursa biri götürürükmü? Bəli, bir götürülür. Çünki deyir, uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış axtarırıq. Biri götürdük. 2. Deyil. Hökmən səhv çıxartmalısınız oradan nəsə. Düzgün orada savadlıq bir şey yoxdur. İnformasiya texnolojisinin sorğulanmasıdır. İnformasiya savadlığı. Var idi elə bir bizim kompetensiyamız. Yox. Kompetensiyaların içərisində informasiya savadlığı eşitdiniz, eşitmədiniz. Amma rəqəmsal eşitdiniz. Hə. Sonu yanlışdır. Siz deyirsiniz doğrudur. Ola bilərmi daxilində getsin? Ola bilər. Bəli, 2 doğrudur. Deyir ki, rəqəmsal savadlıq dedikdə IKT vasitələrindən istifadə etmək bacarığı ilə yanaşı, onlar vasitəsilə əldə edilən informasiyanın etibarlılığının sorğulanması nəzərdə tutulur. Bəli, genişdir. Əgər kompetensiya deyirsə, ora hər şey daxildir. O texnologiya ilə bağlı, məlumatlarla bağlı hər şey daxildir. Bu bir doğru fikirdir, yəni. İndi cavabımız məlumdur mu artıq? Elə 1 ilə 2 olacaq. Hamısı doğrudur, bəli. Oxuyaq misal üçün, üstə özündən danışır. Baxın, şəxsi sosial öyrənmək. Burada da öz emosiyalarından danışır. Uyğundur mu? Deyil. Doğrudur. Öz emosiyalarının sonra deməli doğrudur. Doğru olduğuna görə artıq seçmirik, düzdür? Bizə yanlış da yanlış lazımdır. 4 də doğrudur deyil. Çox dil bilmək kompetensiyası dedikdə, yalnız digər dilləri öyrənmək yox, həm də o dilin vacib elementlərini mənimsəmək də nəzərdə tutulur. Bəli, bu da doğrudur. Doğru olduğuna görə bunu da seçmirik. Cavab olur 1-2.
Bəli, əgər uyğunsuzluq desəydi, nə götürərdiniz burada? Onda 3 ilə 4-ü. Yanlışdakı doğruları uyğunsuzluq deyəndə əksinə götürürük. Düzdür? doğru yanlış yanlış doğru. Bəli. 2 nömrəli sualın cavabını bayaq, yox, bu deyil o. Buyurun, baxın 2-yə. Sizcə burada hansı yanlışdır? Hemen an yaratı bir sistem. Asıl. Hayır yaşadığımızda böyle bir şey işte. Hayır, digərlərini də oxuyun və cavabınızı deyin. Belə olacaq. BC değil. A olacaq sizcə də. Müəyyən bir yaşadığımız əsas şeylərdən deyil. Əksinə Bəli. Kiçik yaşından formalaşdırmaq lazımdır da. Yəni bu gün öyrətməyib, nə vaxt 20 yaşına çatandan sonra öyrədəcəm. Mən ona misal üçün rəqəmsal savadlılığı və ya sahibkarlığı, nə bilim, fəal vətəndaşı. Kiçik yaşından olmalıdır. Bəli, ona görə bu yanlışdır. Digərləri hamısı doğrudur. Belə. Sonra 3-ə baxaq. Yəni bu testlərin uzun olması həmişə müəllimləri qorxudur. Mən həmişə dərsdə bunu bir-ikisini işlədirəm ki, qorxmayın, əksinə. Bunlar oxuyub anlamadınız. Başa düşürsünüz, oxudunuz, seçirsiniz. Baxın, situasiya ilə bağlı hansı doğrudur? Necə seçirsiniz cavabınızı? Burada nə varsa ona uyğun cavab seçəcəksiniz. Daha özünüzdən Amerika kəşf eləməyəcəksiniz. Bu söz belədir, bu görəsən belə olarmı? Nədirsə o. Situasiya nə yazın, onu da seçin. Öz fikirlərini təsdiq edib, özləri ifadə edə bilmirlər. Baxın, doğrunu axtarırıq. Hə. Seçin cavablarınızı, görək hansınız doğru seçirsiniz. Mən də cavabım. Çünki özünü ifadə etmək bacarıqlarının inkişafına ehtiyac var. Bəs mədəni məlumatlıq görün var orada? Yoxdur, sən niyə seçirsən onu da? Onda alacağım. A variantı. Alacağım, başqa söz gəlmir. A variantı. Hə. Yəni heç vaxt bir tərəfli cavab seçməyin də, demişəm sizə. Bir tərəfli cavab seçilmir. İkisi də uyğun gəlməlidir. Əslində təqdir düşünmə bacarığı, inkişafına təqdir düşünmə bacarığı. Hə, baxırıq ki, nə deyir burada bizdə, nə istəyir? Müəllim dərs zamanı keçilən mövzuda şagirdlərə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyən arqument gətirə bilmirlər. Deməli, nə zəifdir onlarda? Hə, tənqidi düşünmə və savadlılıq zəifdir. İkisi də mövcuddur burada artıq. Məlumdur cavabımız. İkisi də zəifdir burada. Həm savadlı kompetensiyası, çünki fikir bildirə, əsaslandıra, interpretasiya demişdik bayaq. Bacarmırlar, həmçinin də tənqidi, arqument gətirə bilmirlər. Ona görə A. Misal üçün B bəndində. Deyir, rəqəmsal savadlılıq. Yoxdur rəqəmsal savadlılıq. Mədəni məlumatlılıq. Yoxdur. Sahibkarlıq. Yoxdur. Mühəndislik də yoxdur. Yəni, ünsiyyət ola bilər, mühəndislik yoxdur amma. Ona görə həmişə bir tərəfli yox, iki variantın uyğun gəlməsinə diqqət yetirin. Uyğunsuzluq deyir. İndi bunu necə seçəcəyik? Doğru, yanlış, yanlışa doğru. Seçim görüm hansı doğru, yanlış. Nədən olmalı? Üstad deyirsə iki yanlışdır. İki düzgün. Üstad düzgün məncə. Nəyə götürürük? 2-3. Siz 2-3 seçdiniz. Siz 3 ilə 4 seçdiniz. Bir dənə 2 doğrudur. Daha üçün 4 rəsmində doğrudur. 3 ilə 4 götürürsünüz siz. Mən 4-ü doğrudur. Yanlış deyil məncə. Mən bunu deyir ki, olmağa müqavimət göstərmir. Göstərir, məndən olmasını göstərmir. Müqavimət göstərmək nədir? Müqavimət, yəni qəbul eləməmək. Deyir, müqavimət göstərmir. Ona görə tələsməyin. Oxuyun, anlayın. Sonra seçin. Bəli, hamısı düzdür, yanlış yoxdur. Çünki bir də deyir ki, mədəni məlumatlıq səriştəsinə malik olmaq
şagirdlərdə müxtəlif icmalarsa empatiyanı inkişaf etdirir, düzdürmü? Mədəni məlumatlıq başqa xalqları haqqında məlumatlı olmaqdır. Burada da əgər şagird bunu bilirsə, müxtəlif icmalarsa empatiya quracaq. Nədir empatiya? Başqalarını anlamaq, onları bəli özünü onun yerinə qoymaq. Budur. Bir doğrudursa götürmür, üzr istəyirəm. Bir doğrudur da biz uyğunsuzluq axtarırıq. İki də doğrudur. Çünki dedik ki, müqavimət göstərmir, açıq fikirli olurlar, doğrudur. Üç də doğrudur, çünki deyir ki, müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil etməklə onlarda mədəni məlumatlıq, mədəni doğrudur. Yanlış da doğru, uyğunsuzluqdur təbii ki. Şagirdlərdə mədəni məlumatlıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Bu da bir doğru fikirdir yəni. Ona görə də 3-dən 4-ü götürürük. Hamısı mədəni məlumatlıqla bağlı idi elə. 5 nömrəli sual çox asan bir sualdır. Sizcə deyil olacaq? Olmayacaq. C. Öyrənmək. Savadlılıq. Nə götürürsünüz? Çünki mövzu mədəni müxtəlifdir. Amma onun araşdırması, tətbiq eləməsi savadlılıqdır. Nə götürürsünüz? Cavabınızı deyin, mən deyəcəm. Direkt C götürmüşdünüz. Siz B, siz savadlıq nədir? Hansı var? Y, siz də savad götürürsünüz. Siz Y, savadlıq. Səhv elədiniz, savadlıq götürdünüz. Yəni də dedim axı sizə asandır. Müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları. Niyə çox dərinə gedirsiniz ki? Müxtəlif ölkələrin bayramları, onlar haqqında məlumat toplamaq. Elə mədəni məlumatlıqdır. Mədəni müxtəlifliyə hörmət kompetensiyasıdır. Toplasın. Yəni nə ilə bağlı toplayır? Başqa xalqlarla bağlı. Yəni bəli, əsas önə çəkilən nədir? Önə çəkilən burada müxtəlif xalqların, müxtəlif ölkədə yaşayan əhalinin bayramlarıdır. Onu öyrətmək istəyir də müəllim şairlər, düzdür? Onun məqsədi budur. Bunu öyrətməkdir. Məsələn, desəydi ki, hə, yox, özü öyrənmək deyil ki. Çalışır, bəli. Öyrənmə özü ilə bağlı. Desəydi ki, özünün zəif güclü tərəflərini araşdır, öz öyrənmə xüsusiyyətini araşdır. O zaman hə, olardı öyrənməyi öyrənmək. Yox, götürməyəcək. Yenə mədəni müxtəliflikdir. Baxın, desəydi ki, başlıqda desəydi ki, müəllim şagirdləri qrupa bölür və müəllimin məqsədi onlarda deyək, məsələn, oxuyub anlama bacarığını inkişaf etdirməkdir və ya interpretasiya bacarığını və ya onun dilin funksional qrammatikasını, nəsə də savadlıqla bağlı olanları desəydi, o zaman savadlıq götürəlir. Burada artıq məqsəd nədir? Müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları, onların yaşam tərzləri. Məqsəd budur. Düzdür? O da elə olacaq C bəndi. Belə, sonra. Burada da yenə baxın, asan bir sualdır. Çox dərinə getməyin burada. Özlər deyirsə. Yerli milli yoxdur, ideyalar və yaraşmış müxtəlif yoxdur, özü psixolojiya var. Aha, özü ilə bağlı düzdür. Deməli elə E bəndə olacaq. Yəni bu qədər sadə əslində, çox dərinə getməyin. Burada nədən danışır? Özlərindən, görürsünüz, öz öyrənmələri, öz ehtiyacları. Burada da özündən danışır da, yəni sadə şəkildə. Suala çox dərinə girməyin, həqiqətən elədir ya. Yəni bunu zarafatca demirəm. Təbii ki, yəni onsuz da burada nə ola bilər ki? Hansı elm araşdırmanı verəcək ki, yəni də, yəni xüsusi bir şey araşdırmırıq ki, sualdır. Heç biri yoxdur, baxırıq ki, bir dənə buna uyğun gəlir, bunu götürürük. Burada inkişafından danışırdı. Burada da deyək ki, yəni öz psixoloji, emosional durumunu bilməlisən ki, inkişafını tənzimləyəsən. Belə. Sonra birinə də baxaq, sonra digər mövzunu izah edeyim sizə. Yenə burada da aydın görsənir cavab. Yaşlı dünya malını həmrəylik.
deməli 2. Vətəndaşlıqlarında deyir. Və vətəndaş mövqeyi qurulur. Birlə 3. Çox deyilmək yoxdur, rəqəmsallıqlar yoxdur. Birlə 3 olacaq. Ha, 1 ilə 3. Bəli. özü ifadəsini Niyə oxuyacaq o burada. proqram var? Mən bir də ki, layihə təqdim etməlidir. 1 ilə 2-dir. Bir də ki, yoxdur. Aha. Bəli, ofis proqramı varsa, burada mütləq ki nə var? Rəqəmsal savadlıq. Bir də Bu da bizim ölkəmizlə bağlıdır. Yaşlı Dünya Həmrəylik ili. Öz ölkəmizlə bağlıdır. Fəal vətəndaş mövqeyi, bəli. burada özü ifadə kimi bir şey yoxdur. Yoxdur özün ifadə, mədəni məlumatlıq, çox dil bilmək. Ona görə cavab 1-2. Belə.